Ermənistan və Azərbaycan, eləcə də regionda infrastruktur və nəqliyyat əlaqələrinin açılması yaxın gələcəkdə mütləq baş tutacaq. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Mədən Sənayesi forumunda çıxışı zamanı bildirib. Bu, xüsusilə mədən çıxarma sahəsində yeni imkanlar yaradacaq, Paşinyan vurğulayıb. Ermənistanın Xarici İşlər Naziri Arrat Mirzoyan Polşanın TVP World kanalına müsahibəsində isə bildirib ki, Ermənistan Azərbaycanla nəqliyyat əlaqələrinin qurulması, açılması və bərpası prosesinin tezləşdirilməsində olduqca maraqlıdır. Dəmir yolu əlaqələrinə gəldikdə, ekspertlərin qiymətləndirmələrinə görə onun tikintisi azı 2 il çəkə bilər. Lakin biz artıq Azərbaycanın infrastrukturundan və ərazisindən istifadə edərək yük daşımaları həyata keçirə bilərik, deyə Mirzoyan vurğulayıb. O, Azərbaycanla sülh sazişi mətninin artıq paraflandığını xatırladıb və bildirib ki, Ermənistan tərəfi bu sazişi mümkün qədər tez imzalamağa hazırdır. Bununla belə o, hər iki tərəfdən insanların münasibətlərdə hələ də müəyyən ehtiyatlılıq nümayiş etdirdiklərini vurğulayıb. Barışıq prosesi vaxt aparacaq. Sülh qurulub, lakin o hər iki tərəfdən daimi qayğı və gündəlik səylər tələb edir, deyə Mirzoyan bəyan edib.